Dünyada son günlər mümkün atəşkəs razılaşmaları ilə bağlı xəbərlər ard-arda gündəmə gəlir. İndi isə diqqət əsasən 4 ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinə yönəlib və növbəti addım tərəflər arasında atəşkəs razılaşmasıdır. Ancaq Rusiya prezidenti Putin Ukraynalı həmkarı Zelenski ilə birbaşa görüşə ehtiyatla yanaşır və bu görüşdən yayınır. Bəzi politoloqlar onun bu addımını Zelenskinin ciddi siyasi tərəfdaş kimi qəbul etməməsi ilə əlaqələndirirlər. Nəzərə alsaq ki, Rusiya hazırda iqtisadi çöküşün astanasındadır. Bu qısa, hətta 3 günlük atəşkəs belə gələcək sülh danışıqları üçün ilkin sınaq kimi qiymətləndirilə bilərmi? Suallarımızı siyasi şərhçi Əziz Əlibəy ilə cavablandırıb. Düşünürəm ki, Putin elan elədiyi 32 saatlıq Pasxa atəşkəsi bütövlükdə simvolik addımdır, amma bu müvəqqəti pauzadır da, yəni üzərində də bir dini etiket var. Bu mənada müharibənin sonu kimi qəbul etmək doğru deyil. Adicə Rusiya iqtisadi çətinliklərlə üzləşib, amma biz görürük ki, Rusiya hələ də strateji üstünlüyünü qorumağa çalışır. Zelenski ilə birbaşa görüşdən yayınmağı da, yəni onu ciddi tərəfdaş kimi qəbul eləməməsinə bağlıdır. Və bu da ondan ibarətdir ki, müharibənin bitməsi üçün ciddi bir perspektiv lazımdır. Təbii ki, bu müvəqqəti pauza hardasa diplomatik kanalların açılması üçün jest ola bilər, amma müharibənin bitməsi üçün bu mexanizm deyil. Rusiya enerji gəlirləri azalır, sanksiyalar, hərbi xərclər var, amma İran müharibəsində kiçik bir dönəm Rusiya özünü bərpa eləməsi üçün ciddi imkanlar əldə elədi, enerji daşıyıcılarından bağlı. Ona görə Rusiyanın iqtisadi baxımdan çöküşünü gözləmək Ukraynanın tamamilə məhvinə gətirib çıxarda bilər. Putin-Zelenski münasibətlərində də Zelenskinin mövqeyi məlumdur ki, hər yerdə görüşə bilər. Amma Rusiya onunla deyil də Amerika və Avropadan olan müəyyən seçilmiş vasitəçilərlə danışıqlara üstünlük verir. O baxımdan da prosesi ancaq bu formada oxumaq mümkündür ki, söhbət hələ ki sülhdən getmir.